30 günde İngilizce öğrenirik. Gün 3. Əlbəttə ki, ilk növbədə başlayıram bu məşhur bloknotumdan sözləri təkrarlamağa. Nə olur olsun, hər dəfə görəcəksiniz ki, mən yeni dərs öyrənməmişdən əvvəlki sözləri təkrar edirəm. Və bu ümumiyyətlə təkcə sözlərlə bağlı deyil, əvvəl öyrəndiyim materialları belə deyim, təkrar edirəm. Çünki bilirəm ki, nə qədər çox öyrənsək də biz onları təkrarlamadıqca əlbəttə ki, ona görə də hər dəfə yeni dərsə başlamamışdan əvvəl qayıdıb köhnə dərsləri, əvvəlki dərsləri təkrar edirəm. Daha sonra unikal belə bir sayt tapmışam, hansı ki, bu saytda gördüyünüz kimi en qədər dinləmə materialı var. Deməli, daxil olduqdan sonra burada gördüyünüz kimi öz səviyyəmizi müəyyən edirik. İlk növbədə səviyyəmizi qeyd etdikdən sonra isə burada en qədər gördüyünüz kimi baxmaq üçün materiallar açılır. Saytdan siz də yararlanmaq istəyirsinizsə, sadəcə şərhlərə sayt yazın, linki sizinlə də bölüşün. Çox inanılmaz saytdır həqiqətən. Baxın, deməli izləyəcəyimiz materialın vocabulary'si, yəni işlənən sözlər, daha sonra onlar haqqında ümumiyyətlə suallar, daha sonra deyəlim ki, izlədiyiniz videonu başa düşmədiniz. Burada skript hissəsinə daxil olaraq onun mətn formasını, yazılı formasını da əldə edib hətta oxuya bilərsiniz. Bu saytda ümumiyyətlə videolar qısa-qısadır. Hərdəsə 2-3 dəqiqə ərzində olan videolardır, hansı ki, insanı heç yormur. Məhz bundan dolayı da mən bir neçə videoya baxdım və əlbəttə ki, qeydlərimi sözlər barəsində götürdükdən sonra əlbəttə ki, yenə də adəti üzrə başlayıram cümlələrdə sözləri işlətməyə. Və əlbəttə ki, daha sonra isə artıq hər bir dinlədiyim mətn barədə ayrı-ayrılıqda bir-bir özümə danışmağa. Öz-özümə suallar da verirəm bəzən ki, kim idi, kim nə işlə məşğul olurdu, nə məqsədlə harasa getmişdilər, niyə görüşürdülər və s. Daha çox faydalı kontent üçün səhifəmi izləməyi unutmayın və növbəti günlərdə görüşənədək. Hələlik.